Mən sizə Meymunlar verirəm. gördüm ki, deyir yerdə şeyləyirlər, rəcm edirlər, daşqalaq edirlər. Mən də yerdən götürdüm, daşqalaq elədim. Bu nə aidiyyət var Səhih dinə? Buxarıda nə qədər- Səhih Buxarıda nə gəlir. qədər- Buxarinin özündən bir misal verim. Deyir ki, gəlir güya bir sahabə görür ki, meymunlar bir zinə eləyən başqa meymunu daşqalaq edirlər. Deyir mən də yerdən daş götürüb mən də qoşuldum ora. Bismillahirrahmanirrahim. İstər Elşad Miri, istərsə də dediyim kimi onun oğurladığı şəxslər, hansılar ki onlardan oğurlayır bu iddialarını, istər digər dinlər və ya bəzi məzhəblər var ki, irad bildirirlər ki, hədis var ki, meymunlar meymunu etdiyi əməlinə görə daşqalaq etmişdirlər. İlk olaraq onu deyim ki, bəziləri hədis var deyəndə elə bilirlər ki, deməli bu Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləmin dilindən çıxmış bir hədisdir və o demişdir bunu. Xeyr, sizin kimilər vardır ki, Buxarinin şərtlərindən, kitabından xəbərləri yoxdur. Yalnız internetdə bəzi boşboğazların sözlərini eşidib onu nəql edirsiniz. Buxaridə deməli muallaq olan rəvayətlər var ki, o etdiyi fəsli gücləndirmək üçün həmin rəvayətləri də nəql etmişdir. Hansı ki, o bu rəvayətlərə səhih olduğu şərtini qoymamışdır. Çünki onun şərtinə görə səhih olan odur ki, birbaşa hədisi rəvayət edənlərin silsiləsi gedib Məhəmməd Peyğəmbərə sallallahu aleyhi və səlləmə çatsın və s. Buxari bu kimi muallaq deyilən nəqilləri etməklə, hansı ki onun kitabında 1341 ədəd bu kimi nəqillər vardır, o bu nəqillərin səhih olduğunu iddia eləməmişdir. Sadəcə olaraq fəslə dediyim kimi, fəslə mövzuya uyğun olduğu üçün bunu da digər insanlardan, Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən yox, digər insanlardan nəql etmişdir. Həmin bunu nəql edən insan da Amr ibn Meymundur, hansı ki o səhabə deyildir və Peyğəmbərimizin düz dövründə sallallahu aleyhi və səlləm dövründə İslamı qəbul edib, yəni cahiliyyət dövründə də yaşayıb, İslamı qəbul edib, amma Məhəmməd Peyğəmbəri sallallahu aleyhi və səlləmi heç vaxt görməmişdir. Çünki uzaqda yaşayıb, Yəməndə yaşayıb, görməyib. O, sonradan isə səhabələri görmüşdür və belə olanlara Peyğəmbərin sallallahu aleyhi və səlləm dövründə yaşayıb, amma onu görməyənlərə hədis elmində muxadram deyilir. Bu rəvayəti nəql eləməkdə Buxarinin bir neçə məqsədləri vardır. Onlardan da biri odur ki, Amr ibn Meymun deyir ki, mən meymunların daşqalaq etmə hadisəsini cahiliyyət dövründə, yəni İslamdan qabaq gördüm. Yəni burada Buxari bildirmək istəyir ki, bu insan cahiliyyət dövründə də yaşayıb, öz dili ilə deyir bunu və sonra İslamı qəbul etmişdir. Əlbəttə ki, hədis elmində rəvayət edən kəsin həyatının nə vaxt doğulduğu, harada doğulduğu, kimləri gördüyü və s. çox mühümdür ki, bu insan barədə məlumatlar toplansın və bu kimi hədis elmi olan çox ağır, dəqiq elm vardır ki, bu İslamdadır. Yalnız heç bir dində, heç bir yollarda belə bir ağır və dəqiq olan, sərt qaydalarla, sərt şərtlərlə olan heç bir elm yoxdur. Yalnız bu İslamdadır ki, nəql olarsa, tarixi nəql edirsənsə, sözləri nəql edirsənsə, filan şərtlərdən keçməlisən ki, sənin sözün qəbul olsun. Qeyd edim ki, meymun sözü ərəb dilində meymun, meymunə məşhur adlardandır. Bizim dilimizdəki kimi meymun demək deyil. Ərəb dilində meymun sözü, yəni uğurlu, xeyirli, mübarək mənasını verir. Qaldı ki, Amr ibn Meymun deyir ki, mən gördüm ki, meymunu digər meymunlar daşqalaq elədilər, filan etdiyi əməllərinə görə orada qeyd eləyir. Ola bilsin ki, meymunlar o meymunu başqa hansısa bir səhv əməlinə görə cəzalandırıb daşqalaq elədilər. Bəlkə bunu rəvayət edən Amr ibn Meymun səhv eləyir, bu əməlinə görə deyil. Ola bilsin ki, doğrudan o əməlinə görə olmuşdur. Hansı ki, həqiqətən də meymunlarda bir-birinə və ya da insana əlləri ilə daş atma onlarda vardır, onların adətində vardır. Hostile champ. Məlumdur ki, heyvanlar aləmində həqiqətən də hansısa səhv əməllərə görə cəzalandırma da vardır. Biz bunu hətta qarışqaların, həşəratları olan arıların və s. həyatından da görürük və bilirik. Misal üçün, nəql olunur ki, bir insan dən qoyur yerə, bir qarışqa gəlib o dəni görür, apara bilmir. O biri qarışqalar çağırır və qarışqalar gəlib görürlər ki, həmin adam dəni götürür yerdən qarışqalar gələndə. Gəlib görürlər, qarışqa alladıb bunları dəni yoxdur. Bir neçə dəfə belə təkrarlayır, yenə də gələndə dəni qaldırır, görürlər ki, dəni yoxdur.
həmin o qarışqanı yalançı olduğuna görə doğru parça-parça eləyirlər. Bu doğramaq demişkən mənim də özüm şəxsən gördüyümü deyim ki, uşaq olarkən yayda dağda ağacın altında oturmuşdum. Gözümlə gördüm ki, böyük qarışqalarla kiçik qarışqalar əməli başlı müharibə eləyir. Misal üçün, kiçik qarışqaların 4-5-i bir böyük qarışqanın üstünə düşüb onu öldürməyə çalışırlar və böyük qarışqa nə edirdi? Böyük qarışqa ki, iki hissədən demək olar ki, ibarətdir. Baş və ayaq son tərəfinə ayağını salıb keçirdi hətta deşəndən sonra balaca qarışqanı aralayırdı ayaqların və balaca qarışqanı iki yerə bölürdü. Beləliklə onları öldürmüş olurdu. Bunu mən özüm şəxsən gözümlə görmüşəm. Yəni ki, həqiqətən də heyvanlar aləmi əcaiblərlə, bizim ağlımız kəsməyən şeylərlə doludur ki, bu meymunların daşqalaq olunması da həmin hadisələrdən biri kimi ola bilər. Həmçinin bu hadisəyə güya lağ eləyərək, öz hədislərindən xəbərli olmayanlar var ki, lağ eləyirlər ki, bu necə ola bilər, meymun, daşqalaq və s. cəzalandırma. Belə ki, Şiə məzhəbində rəvayət olunur ki, İmam Cəfər Sadiq radiyallahu anhu, rəhməhullah deyir ki, mənə verilən xəbərə görə heyvanlardan biri, xüsusən də bəzilərində rəvayətlərdə at gəlir, heyvanlardan biri tanımadığı üçün yaxını ilə ünsiyyətdə olduğunu bildikdən sonra özünü dişləyərək qətl eləyir. Bunu Hürramili rəvayət eləyib, Vəsail Şiə kitabı 20-ci cild 366-cı səhifədir. Yəni, əgər bu formalı bir şey varsa, həqiqətən də bəzi heyvanlar arasında qeyrət deyək, namus deyək ki, həqiqətən onların arasında bu var. Buyurun, elə bu da o zaman o meymun hadisəsi kimi sizə qəribə gəlsin, bunu da inkar eləyin. Əgər bir insan, məsələn, həqiqətən özü qəbul edib, transda nədir və s. Biz İslam olaraq, İslam daha doğrusu onun əməllərinə baxır. Onun elədiklərinə baxır. Bu rəvayətdən, nəqildən bəziləri bəlkə də qeyrət, namus öyrənməlidirlər. Çünki Elşad Miri özü misal üçün deyir ki, İnsan transgender olmasında problem yoxdur, Quranda buna zidd bir şey yoxdur, özü bilər və s. Hansı ki, bizim nə dinimiz, nə dəyərlərimiz, nə mənəviyyatımız bu əmələ icazəli vermir. Düzdür, təəssüflər olsun ki, buna ilk dəfə İslam alimi desək olaraq Xomeyni 1984-cü ildə icazə verib, ondan sonra da digər Şiə alimləri icazə veriblər ki, qadın özünü kişi özünü qadın eləyə bilər. Açıq aydın qadın, açıq aydın kişidən gedir söhbət. Onlara din olaraq, tibb olaraq hansı tərəfə daha çox meyillidirlər, onu əməliyyat eləyib o cinsə şamil eləmək olar. Bu icazəlidir. Lakin Xomeyni və digərlərin fetvasında açıq aydın deyilir ki, həmçinin Elşad Mirinin fetvasında da deyilir ki, kişi özünü qadın, qadın özünü kişi eləyə bilər. Buna qadağa yoxdur. Bəziləri də iddia edirlər ki, bir kişidə qadınlığa meyilliyi varsa və yaxud qadında kişiliyə meyilliyi varsa icazəlidir, bu məntiqlidir. Lakin sizin məntiqiniz əgər belə deyirsə, anlayın ki, bir qadının meyilli kişini deyək, qadın eləmək yaxşıdır, yoxsa o qadın meyilli kişini elə qaytarıb əməliyyat edib və yaxud da hormonlarını düzəldib elə kişiliyində saxlamaq daha yaxşıdır. Əgər bir tibb, bir elm ki, kişini qadın kişi eləyə bilirsə, o zaman biraz qüsuru olan kişini elə kişiləşdirin və yaxud da hormonlarında da problem olan qadını da elə qadınlaşdırın, elə qadınlığında qalsın. Amma pozğunluğu yaymaq üçün, istər niyyətinizdə odur, yaxud da ola bilsin o deyil, yaxud da Avropalılaşmaq istəyirsiniz və yaxud da ki, kimlərinizə dedilən diktə eləyiblərsə, siz də onları çatdırmaq istəyirsiniz müsəlman ölkələrində ki, bu transların sayı artsın, cinsi dəyişənlərin sayı artsın. Bilin ki, bu İslam dinimizdə də, dəyərlərimizdə də, ənənəmizdə də bizə yasaq olan, bizə yad olan bir əməldir.